Salam əziz izləyicilər, gününüz xoş və uğurlu keçsin. Bugün yeni video ilə qarşınızdayıq. Yevlax şəhər stadionu. 11 iyun 2004-cü ildə təsis olunub bu stadion və 2005-ci ildə açılış olub. Stadionun tutumu təxmini 5000-dir və hal-hazırda stadion Karvan klubuna aiddir. Və Karvan klubu hal-hazırda 1-ci liqadan mübarizə aparır və Misli Premyer Liqasını qəsəqə üçün mübarizə aparır. Çox güman ki, 2025-2026-cı mövsümündə Misli Premyer Liqasında mübarizə aparacaq 10-cu klubdan biri də Karvan olacaq. Artıq klub daxilində Premyer Liqaya hazırlıqlar gedir. Stadion təmirə bağlanır, həmçinin ototuyu da yenilənir və bazada təmirə bağlanır. Bu münasibətlə Yevlax klubu və futbol azarkeşlərini və həmçinin Azərbaycan futbolcu azarkeşlərini təbrik edə bilərik. Və Karvan futbol klubuna uğurlar arzulayırıq. Bəli əzizlər, bu videonun da sonuna gəldik. Dəstəyiniz çox önəmlidir bizim üçün. Videonu like və kanala abunə olmayı unutmayın. Sağ olun. Came out the same day as